İmam Səccad görün nə deyir? Buyurur ki, fəqət inqətəət iləykə himməti. İlahi və Rəbbim, həyatımın yeganə hədəfi sənsən. Və insarafət nəhvəkə rəğbəti. İlahi və Rəbb, istəklərim deyişib mənim, rəğbətim sənsən. Fəəntə la qeyrukə muradi, səndən başqası məqsədim deyil. Və ləkə la lisivəkə səhəri və suhadi, sənə aiddir səhərlərim, gecələrim, hər həyatımın hər hissəsi. Və liqaukə qurrətu ayni, gözümün sevinci sənlə görüşməkdir, səni görməkdir, cəmalıvı, cəlalıvı. Və vəslükə muna nəfsi və iləykə şəvqi və fi məhəbbətikə vələhi, şövqüm də sənsən, məhəbbətim də sənsən, arzum da sənsən, sən. Və ilə həvəkə səbabəti və rizakə buğyəti və rü'yətükə hacəti, hacətim sənsən, hacətim sənsən. Bütün hacətləri də ona görə istəyirəm ki, sənə yetişim. Başa düşdün? Nə istəyirsən? Bunu istəyirəm. O nə üçün istəyirsən? O gəlib axırda Allaha dayanmırsa, onda masivallah var mövzuda. Allahdan kənar bir şey var mövzuda. Və civarukə təlibəti, sənin yanında olmaq istəyirəm, ha, səni istəyirəm. Cənnəti də ona görə gələm ki, sənlə orada ünsiyyət quracam. Və fi münacətikə unsi və rahət, mənim rahatlığım sənlə münacatdır. Ünsiyyət quranda rahatlaşıram səndən. İndəkə dəvau illəti və şifau gulləti və bərdu ləvəti və kəşfu kurbəti. İlahi şəfam səndə, dərdimin çarəsi səndə, qəmlərdən qurtulmaq istəyirəmsə, o da sənin yanında, səni istəyirəm. Amma Allah nə deyir? Buyurur ki, adamın himməti belə olsa, Allah olsa, həyatının hədəfi, qayəsi, məqsədi Allah olsa, çatdıracam ora. Yolu nədən keçdi? Münacatdan keçdi. Yox, həyatının hədəfi, qayəsi, məqsədi Allah olmasa nə olacaq? Bunu da deyirəm hədisin sizə. Mən